Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Sona Məmmədova, Ellər Akademiyinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Bu gün sizlərə dəstək məqsədli, bilirsiniz ki, imtahana çox az qalıb və sizlərə dəstək məqsədli 2026-nın model sınağını detallı şəkildə qızıl taktikalarının izahını çəkmək istədim. Vaxt itirmədən gedək. Sonda da deyəcəm, amma əvvəldən də deyim, hər birinizə uğurlar arzu edirəm. İmtahana çox az qalıb. 9 mart və 15 mart imtahan verəcəyik. Ümumiyyətlə 9-cu siniflərdə 9-cu siniflər üçün ayrıca video çəkiləcəyi üçün həll onları növbəti videoda deyə bilərəm. Bir sözlə imtahan verəcək hər kəsə uğurlar arzu edirəm. Hər şey əla olacaq inşallah. Özünüzə inanın. Biz sizə inanırıq, amma siz əsas özünüzə inansanız, həmin olun ki, həqiqətən də bacaracaqsınız. Önəmli olan özünüzə inanmağınızdır, həyəcanınızı, stresinizi idarə etməyinizdir. Hər şey yaxşı olacaq inşallah. Elə isə getdik, görək 2026 model sınavında Yeni Dilin rəsmi abituriyent jurnalında da bilirsiniz, hər il çıxır bu. Görək hansı tipdə suallar var. Söz yox, burada bəzən həmin il imtahana düşəcək səviyyədən birazca çətin suallar olur burada. Amma indi baxaq görək indi necədir bu suallar. Əslində əyani qrupunun birindən işləmişik, səhv eləmirəmsə. Elə isə getdik. Deməli, birinci sualda uşaqlar. Birinci sualda deyir ki, Elirvin diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Baxın, bu model sınağı işləyirik. Gəlin sizin elə davranaq ki, sanki imtahanda oturmuşuq və imtahanda işləyirik. Məsələn, mən abituriyentam, şagirdəm. İmtahanda oturmuşam və imtahanda işləyirik. Necə işləməliyik? Yəni suala necə yanaşmalıyıq? Vaxtla yarışırıq. Necə sürətli şəkildə cavab tapa bilərik, həm də düz tapa bilərik. Yəni strategik yanaşıq. Baxın, oxudu nə cümləni imtahanda? Kitabçanı qoydular qabağına, birinci sualı oxudun. Deyir ki, Elirvin diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Tez bir dənə dairə eləyirsən. Səndən nəyi soruşdu? Mütləq, yəni bunu dairə eləməlisiniz ki, qoy fikriniz olsun ki, mən səhvləri seçməliyəm. Yaxşı, deyir, görürük ki, burada Sait Samitdir də, düzdür? Yəni suala baxanda bilinir. Ona görə nə etməlisən fonetik təhlildə? Yəni fonetik suallarda mütləq tələffüzünü yazmalısan, yoxsa çaşarsan. Deməli, təmiz, dik şəklinə tələffüz olunur, düzdürmü? 1, 2 fərq. Sonra tənbəllik. Bilirik ki, n-b birləşməsində m-b olmalıdır. Bu 1. Tənbəllik şəklinə tələffüz olunur. Burada da 2 fərq var. Yaxşı, baxaq. Deyir ki, D samitin həmişə bir də dediyim bir taktik var. Elirvin diaqramlarında həmişə şagirdləri nədən vururlar? Bunu unutmayın. Dedim də biz burada bugün taktikaları müzakirə edəcəyik. Yəni elə belə model sınağı işləməyəcəyik. Sadəcə olaraq imtahanda necə işləmək lazımdır, onu da həmçinin nəzərdən keçirməliyik. Nəzərdən keçirəcəyik bugün. Məsələn, burada uşaqlar Elirvində həmişə nədə diqqətli olmalısınız? Məsələn, sən düz qoyursan da birinci cümlə fikirləşirsən ki, düzdür. Amma tez ağlına bir dənə sual gətirməlisən ki, bəlkə bu ortaq 2-dir. Bəlkə ortada yazılmalıdır. Çünki Elirvində həmişə buradan vururlar. Yəni dimin toplarında da bu çoxdur. Model sınaqda da yəqin ki, burada belə bir şeylər var. İndi baxaq. Deyir ki, D samitinin çar qarşılığı ilə başlayıb. D-nın çar qarşılığı T-dır. Bəli, T ilə başlayıb. Sait samit analizinə hara baxırıq? Tələffüzə. T ilə başlayıb və deyir Y-nın çar qarşılığı, yəni xıştırıqla bitib. Düzdür. Əslində mən çaşıb bura düz qoya bilərəm, amma tez ağlıma gətirməliyəm ki, bəlkə ortaq gedir. Baxırsan ki, bəs burada da həmin şeydir axı. Burada da T ilə başlayıb xıştırıqla qutarır. Deməli bunun yeri səhvdir. Bu əslində ortaya getməli idi. Ona görə də bir səhvdir, biri götürdük. Görürsüz, əslində bayaq düz götürəcəkdik bax. Sonra səs uzanması yoxdur. Yenə təmizlikdə bəli səs uzanması yoxdur. Təmizlik demirik ki, təmizlik deyirik. Amma bəlkə burada gedir tənbəllik. Tənbəllikdə də yoxdur. Ona görə də bu da ikisinə də getməli idi. Bunu da ortaq yazmalı idi. Bu da səhvdir. Eləsində görürsüz 1-2 olan variant Y variantıdır. Yenə də axıra qədər baxaq. Deməli, həm açıq, həm qapalı sayt işlənib. Qapalı, açıq doğrudur, düz yerdədir. Bundan işimiz yoxdur. Biz səhvi seçirik. Yazılışı ilə tələffüz arasında 2 fərqli məqam var. Zaten mən işim asan olsun deyə burada işarə eləmişdim. Siz də eləyə bilərsiniz imtahanda. Onda su kimi gedir. 2 dənə fərq var. Ortaq yazıb, düz yazıb. Bundan da işimiz yoxdur. Qarşılıqlı olan zincirli samitlər işlənib. Yaxşı, onda 2-dən 2 və ya daha artıq olmalıdır. Qarşılıqlı olan tələffüzdən bir dənə baxaq. Qarşılıqlı olan zincirli samit B-dir. Bir dənə. Bəs burada samitlər yazıb axı. Bir dənədirsə samitlər ola bilməz axı. Ona görə də yanlışdır. Deməli, götürürük. Eynicisi samit qoşallığı var. L, bəlkə burada da var. Burada yoxdur. Hə, düz yerə yazıb. Heç bir problem yoxdur və cavab həqiqətən də 1-2-5 imiş. Növbəti sual. İkinci. Deyir ki, altına bu arada deyə bilərsiniz ki, müəllimə dediniz imtahanda oturmuşuq. Məsələn, bu video uzun çəkə bilər də. Hardasa 1 saat ya da 40 dəqiqə, 50 dəqiqə. Deyəcəksiniz ki, bilirəm.
Müəllimə, bəs çox uzun çəkdi axı, biz imtahanı eləyəcəyik. Bəs siz 50 dəqiqə, 1 saat elədinizmi? İzah edirəm uşaqlar. Dənə-dənə sizə taktikalarını verirəm. Yəni elə bil ki, sizə praktik elətdirməyə çalışıram ki, sualı bu yöndən yanaşsa sürətli olacaq. Yəni həm siz hal-hazırda sizə danışıram, məsələn, vaxt gedir. Yəni sizə əsas odur bunu öyrətməyə çalışıram. Gözünüzü qorxutmayın ki, müəllimə bu qədər vaxtda həll elədi, nə bilim, biz görsən necə eləyəcəyik? Yəqin ki, çox çətindir falan. Çətin falan deyil. Sadəcə taktikalarını deməyə çalışıram sizə. İkinci sualda altından xətt çəkmiş ifadəni məzmununu saxlamaqla sualı başa düş. Bax, sualı uşaqlar səhv eləyir bax. Sualı bıdı-bıdı oxuyur, başa düşmədi, hə, sualı oxudu, başa düşmədi. Keçir variantlara, variant axtarır. Sualı tutmamısansa, sən boşuna vaxt itirirsən imtahanda. Yəni variant sənə özü deməyəcək ki, salam, mən burdayam. Elə bir şey deməyəcək ki, ona görə də mütləq birinci sualı diqqətlə oxu ki, nə deyir, məndən nə soruşur, məndən nə istəyir? Məndən nə istəyir? Deyir altına xətt çəkmiş cümlənin məzmununu saxla, dəyişməsin. Amma hansı frazeoloji ilə əvəz eləmək olar? Baxaq. Deyir ki, sürücü bir qədər yatıb dincələndən sonra sükan arxasına keçib yoluna davam etdi. Yaxşı, bir qədər yatıb dincələndən sonra. Yatıb dincəlmək nə demək? Bir qədər yatıb dincəlir. Deyirlər gözünün acısını alın, mürgüləmək. Amma bizə frazeoloji deyir deyə mürgüləmək yaza bilmirik, frazeoloji deyil çünki. Frazeoloji olaraq gözünün acısını almaq deyə bilərik. Deyir qoy 5 dəqiqə gözünün acısını alın, gəlirəm məsələn. Variantlarda da elə var məsələn, görürsüz. Amma çaşdırmaq üçün çox qəşəng bir variant da qoyub gözünün odunu almaq. Məsələn, ilk onu oxuyan uşaqlar bəlkə də onu seçəcəkdi, amma gözünün odunu almaq, yəni kiməsə pis davranmaq, hədsiz dərəcədə pis davranmaq deyir. Bacısının gözünün odunu alıb bacı qardaşlar məsələn daha çox dalaşanda işlədirik məsələn. Yuxuya qalandan bu heç frazeoloji deyil. Nəfəsini dərəndən, bu nə əlaqə yatmaqla, gözünün acısını alandan ən uyğun cavabdır. Yuxu aparmaq. Yuxu aparmaq da bir qədər yatıb dincəlməklə tam olaraq eyni deyil. Yəni yuxu apardı, bu artıq yatdı. Yatmaq deməkdir. Bu bir qədər yatıb dincəlib. Yəni artıq yatdı, oyandı. Başa düşdünüzmü necə? Bu yuxuya gedib artıq, yuxu apardı. Amma burada yatıb qalxıb, yəni qısa bir müddət yatıb qalxmağa gözünün acısını almaq deyirik. Yəni ki, məsələn, tutdunuz. Sonra üçüncü sual elə burada görsənir. Nümunələrin birində zərf işlənməmişdir. İşlənməmişdir. Bax, altına xətt çəkdim. Yaxşı. Dünən dövran sürən bu gün can verir. Bax, burada dünən var, bu gün var. Bunu çıxıram. Dünyanın sən olan yerindən indi var. İndi zaman zərfidir. Bunu da çıxıram. Çıx yaşıl düzə. Düz sözü çaşdırıcıdır. Çöl düz mənasında uşaqlar mil düzü, muğan düzü. Bunlarda isim kimi işlənir. Bundan çaşdırmaq istəyib, amma bu yoxdur. Başqa görək varmı? Gözüm yoldadır, xoş xəyaldadır. Burada yoxdur elə. Cavab C variantıdır. Yenə, mən həmişə yazdırıram bunu. Yenə çaşdırıcı sözlərdəndir. Zaman zərfi tamam. Bu da çıxdı. Bir taleyin oyununda cütlənmiş zəric. 1000 il qoşa atılsaq. Qoşa atılsaq, hərəkətin tərzini bildirib. Necə atılsaq? Bu da tərz hərəkət zərfidir var. Vəssalam. Sonra dördüncü sualda deməli, cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Tamam. Deyir ki, dost evinin soğanı düşmən evinin pulundan yaxşıdır. Dost tövləsi düşmənin evindən yaxşıdır. Yaxşı. Doğrunu seçməliyəm buradan. Üçbucağa aid. Diqqətlə yanaşıram. Aha. Deyir ki, qeyri-müəyyənlik bildirən halda olan söz mənsubiyyə şəkilçisidir. Qeyri-müəyyənimi tapım. Dost evi, dostun evi qeyri-müəyyən yiyəlik haldadır. Mənsubiyyə şəkilçilidirmi? Mənsubiyyə şəkilçili deyil axı. Başqasına da baxaq, görək qeyri-müəyyən var. Düşmən evinin, düşmənin evi. Bu da mənsubiyyət deyil. Deməli, yoxdur. Bu yanlışdır. Onda bunu çıxıram. Hal şəkilçisi qəbul etmiş sözlər həm də mənsubiyyət qəbul edib. Hal şəkilçisi qəbul etmiş sözlər evinin, bəli, həm də onun evi mənsubiyyətdir. Hal şəkilçisi qəbul etmiş başqa hansıdır? Bu mənsubiyyətdir, bu heç. Düşmən evinin yenə hal mənsubiyyət. Plovu yenə mənsubiyyət hal. Düz deyir. Üçündə də mənsubiyyət plus haldır. Bu doğrudur. Tərkibində adlı hal olan isim yoxdur. Adlı hal olan niyə soğanı sözündə evinin soğanı? Soğan nəyə aiddir? Evə. Bu mənsubiyyətdir. Mənsubiyyət isə adlı haldadır. Deyir adlı halda olan isim yoxdur. İsim də özdə. İsmə də fikir verin. Ha, buradan da vurur. Bəzən sifət yaza bilər, məsələn, söz yaza bilər. Ona görə yanlışdır, yoxdur deyir. Bunu da çıxdıq. Daha sonra indi diqqətli ol. Dairəyə aid yanlışı seçməlisən. Deyir tərkibində ismin 3 halında olan sözlər var. Söz deyir, isim demir. Yəni ümumiyyətlə 3 halda olan söz var. Dairəyə baxmalıyıq. Dost tövləsi, adlıq var. Yiyəlik də var. Bu da yiyəlikdir. Çıxışlıq da var. Adlıq, yiyəlik, çıxışlıq. Bu düz fikirdir.
Bəs düz fikirdirsə, niyə yanlışın altındadır? Mənə lazım deyil. Yalnız çıxışlı halda olan isimdə bitişdirici samitdən istifadə olunub. Yalnız çıxışlı halda olan isimdə bitişdirici samitdən düz deyir. Burada bitişdirici samit var, amma görək bəlkə başqa da yerdə də var. Bəs tövləsində də n, y-sı bitişdirici samitlərdir, bilirsiniz ki, söz saitlə bitib tövlə və ona mənsubiyyət artıranda s bitişdirici saitə. Ona görə iki söz də var. Bu isə yalnız deyir, yanlışdır. Yanlışdır, amma yanlışın altındadır. Ona görə götürdüm. Adlı halda olan isim cümlədəki yiyəlik hallı ismin antonimidir. Adlı halda olan isim hanı? Tövləsi. Bir dənə tövləsi. Yiyəlik hallı ismin antonimidir. Düşmənlə tövlə antonim deyil ki, səhvdir. Səhvdir, səhvin altındadır. Bu bilirsiniz nə ilə çaşdırmaq istəyib? Deyib sən dost sözünü adlı hal götürəsən, çaşasan və düşmənlə antonim götürəsən. Amma dost tövləsi, dostun tövləsi, gizlənən yiyəlik haldı, qeyri-müəyyən yiyəlik haldı, ona görə də səhvdir. Səhvdir, səhvin altındadır. Düzdür, cavab 2, 5, 6. O da Y variantıdır. Növbəti 5-ci sual. Deyir ki, nümunələrdə tünd qaypılar verilmiş hansı sözlər işləndiyi cümlədə iki müxtəlif nitq hissəsi kimi təhlil edilə bilər? Deməli, iki müxtəlif nitq hissəsi. Tünd qarı hərf biraz zəif seçilir. Yəqin ki, deyəsən bunlardır, hə? Deməli, iki müxtəlif nitq hissəsi kimi, tamam. Deyir ki, dəftərçədən başqa qonaqların adı silinmişdi. Başqa qonaq da burada sifətdir. Başqa qonaq, hansı qonaq? Amma dəftərdən başqa qonaqların adı silinmişdi desək, qoşma kimi məntiqsiz olur, yanlışdır. Hamıdan əvvəl cüzlar sözlə başladı. Burada da qoşmadır. Hamıdan əvvəl cüzlar. Yox, bunu zərf kimi başa düşmək olmaz. Bu da bir cür başa düşülür. Axşama kimi gözlədiyini demədi. Bəli, axşama kimi, axşama qədər qoşması. Bir də var ki, axşama kimi gözləyir, yəni kimi gözlədiyini deməyib. Sual əvəzliyi və qoşma. Bax, bu bir. Sonra səndən özgə yox pənahım, səndən özgə, səndən başqa, səndən savayı qoşmadır. Məruzə edənlərdən sonra məlumat verəcəyim. Bəli, məruzə edənlərdən sonra, yəni məruzə onlar eləyəcəklər, ondan sonra mən məlumat verəcəm. Elə bir ki, qoşmadır burada. Bir də var deyirəm ki, məruzə edənlər haqqında, yəni sənə sonra məlumat verəcəm. Zaman zərfi olaraq da düşünə bilərəm. Ona görə də cavabımız 3 və 5, yəni 3 deyəsən bu A variantıdır. Sonra 6-cı sualımız əslində görünürmüş. Cədvəldə uyğun, dairələrdən uyğunu. Əlavəli üzv mübtədadır. Məncə əlavə bu il 90% düşəcək. 90%. Hətta düşəcəkləri bir dənə yada salaq. Deməli, belə bir sual, qəşəng bir nitq hissəsini seçəcək, ya feil, ya isim. Belə bir sualın düşmə ehtimalı %90-dır. Çünki bir nitq hissəsinə aid özəlliklə belə bir sual hazırlayacaq. Burada fikir verirsə çoxsu ismi əhatə edən maddələrdir. Məsələn, elə modeldə verməyi bəlkə də qəbulda da ismə aid belə bir cədvəl salacaq, ya da sifətə aid, sifətə olmasa da bəlkə də feilə aid və s. Sonra belə bir eylirveni də gözləyirəm mən. Amma fonetika ilə bağlı olmaya da bilər. Ola da bilər, olmaya da bilər. Yəni əsas odur, düzgün təhlilə baxmaq lazımdır. Sonra əlavəyə aid sual 99% gözləyirəm uşaqlar. Ona görə də zəifliyiniz varsa çözmək lazımdır. Deməli, əlavəli üzv mübtədadır. Deyir ki, ora şagirdlərin əlavələri seçəndə çaşdığı nüansı nədir? Biz taktikalardan danışırıqsa əgər. Bunu görürük cümlə üzvünü. Deyir ki, ora hara bitdi, mübtədanın əlavəsidir və salam tapdım. Xeyr, sən təhlil eləməlisən. Bəlkə o tərkibin içindədir. Deyir ki, ora azad olmuş yerlərə gedəndə azada həmişə qəribə hisslər bürüyürdü. Birinci sintaks təhlil eləməlisən. Nə edirdi? Bürüyürdü. Nə hisslər? Hansı hisslər qəribə? Nə zaman? Həmişə. Kimi bürüyürdü? Azadı. Azadı bu qəribə hisslər nə zaman bürüyürdü? Ora gedəndə. Ora gedəndənin, uşaqlar, əslində bu birləşmə ora gedəndədir, düzdür? Ora gedəndə. Bu feili birləşmədir. Sadəcə olaraq feili birləşmənin ora hissəsinin, yəni birinci hissəsinin əlavəsi işlənib arasında. Və burada arada əlavə işlənib. Bu əlavəsidir, yəni azad olmuş yerlər feili birləşmənin aslı tərəfinin əlavəsidir. Bu cümlə üzvü əlavəsi deyil. Aydınmı? Çünki bunun hamısı bir yerdə bura qədər zərflikdir. Ona görə də bu getdi. Bura, yəni həyətin qaranlıq tərəfi onların diqqətini cəlb etmişdi. Nə etmişdi? Cəlb etmişdi. Hara? Bura. Yəni həyətin qaranlıq tərəfi. Görürsüz? Bax, burada qalın, burada fokuslanın.
hara cəlb etmişdi bura? Həqiqətən mübtədanın sualıdır və mübtədanın da həqiqətən də əlavəsidir. Deməli bu bir. Sabir, gənc şair mübtədə çox oxşuyur, amma baxaq. Sabir, gənc şair şeir oxuyanda dinləyicilər maraqla qulaq asırdılar. Qulaq asırdılar. Kim? Dinləyicilər. Dinləyicilər nə zaman qulaq asır? Sabir şeir oxuyanda. Burada birləşmə Sabir şeir oxuyandadır. Sadəcə Sabir şeir oxuyandanın bir dənə Sabir hissəsinin əlavəsini işlərim. Yəni feili birləşmənin aslı tərəfinin əlavəsidir. Bax Sabirin əlavəsi, gənc şair. Yəni biz buna nə deyəcəyik? Bu cümlə üzvünün əlavəsi deyil, feili birləşmənin aslı tərəfinin əlavəsidir. Və salam. Bu da çıxır. Sonra əlavəli söz cümlə üzvü deyil. Bakı gəncliyimin şəhəri. Səni unutmaq olarmı? Bu xitabdır. Deyir Bakı. Bax vergül qoyub bax. Deyir Bakı, gəncliyimin şəhəri. Səni unutmaq olarmı? Bu cümlə üzvünə aid deyil, düz deyir. Xitabın əlavəsidir. Götürdük. Həmin güşə, yəni məktəbin ən gözəgəlimli yeri Azad Hümmətovun fotoları ilə bəzədilib. Bəzədilib hara? Güşə. Yəni məktəbin ən gözəl yeri. Bəli, mübtədanın əlavəsidir. Bizə nə yazılıb? Əlavəli söz cümlə üzvü deyil, yox, bunu çıxırıq. İndi sakitcə aşağı, çaya tərəf gedirdi. Gedirdi, kim o? Haraya? Aşağı, yəni çaya tərəf. Zərfliyin əlavəsi, cümlə üzvünün əlavəsidir. Bu da yox. Deməli, 2-4, 2-4-ümüzdə D variantındadır və salam. Bizdə səhv seçmədik bir dəqiqə. Əlavəli üzv olsun. Heç başlığına çox fikir vermədim. Hələ sizə izah eləyirəm deyə. Əlavəli üzv mübtədadır. Bəli, mübtədadır. Bizdən uyğunluğunu soruşur. Uyğunu soruşur. Mübtədanı seçdik, düzdür. Əlavəli söz cümlə üzvü deyil. Deməli, deyil. Hə, burada cümlə üzvüdür, burada da cümlə üzvüdür. Hə, bu deyil. Bəli, düz seçmişik. Sonra 7. Deyir ki, fikirlərdən yalnız ikisinə aid olsun. Bax, çaşdırma özünü. Bu fikirlərdən iş nəsinə aid olsun? Bir baxaq. Onlar məlumatları sabah göndərəcəklər, sonra mən təhlil edəcəyim. 2 qrammatik əsası var, nə deməkdir? Mürəkkəb cümlə olsun. Tərəflərdən biri digərindən asılı nə deməkdir? Tabeli mürəkkəb cümlə olsun. Tərəflərdən biri qeyri-müəyyən şəxsi, bu da bəli məsələdir. Yaxşı, baxaq. Deməli, onlar məlumatları sabah göndərəcəklər. Göndərəcəklər onlar, təhlil edəcəyəm mən. Bu mürəkkəb cümlədir, buna uyğundur. Tərəflərdən biri digərindən asılıdırmı? Yox. Tabesizdir axı bu. Buna minus qoyuruq. Tərəflərdən biri qeyri-müəyyən şəxs cümlədir. Axı heç bir qeyri-müəyyən deyil, müəyyən şəxsdir axı. Bu da minusdur. Görürsünüz, burada 1 plusumuz oldu. Bizə nə lazım idi? 2 plus olsun da, yəni 2 üstəgəl olsun. Ona görə də bu yanlışdır. Bunu çıxaq, geri gedirik. Bu olmadı. Bunu çıxdıq. Xəstə olmasına baxmayaraq komandasını tək qoymamış. Ümumiyyətlə sadə cümlədir. Heç buna baxmalı dəyməz. Hanı buradan 2 qrammatik əsası? Çünki burada 2 qrammatik əsas tərəflərdən biri digərlərindən asılı, tərəflərdən biri qeyri-müəyyən şəxs. Yəni hamısında tərəf var deyə avtomatik mürəkkəb cümlə seçməliyik. Ona görə də bu yox. Elə qapıya çatmışdım ki varsa bu tabeli mürəkkəb cümlədir. Aha, mürəkkəb cümlədir. Sonra tabelidir. Tərəflərdən biri qeyri-müəyyəndirmi görək? Çatmışdım kim mən? Səslədilər kim? Onlar. Hə, bu qeyri-müəyyən oldu. Bunun hamısı plus oldu. Bizə hamısı plus lazım deyil. Və diqqətli oxumusansa ikisinə uyğun olmalıydı. Onda bunu çıxırıq. Başım ağrıdı. Ağrıyan başımdır deməyən mənəm. Mən heç kəsə demədim. Mürəkkəb cümlədir. Plus qoyaq bura. Tərəflərdən biri digərlərindən asılıdırmı? Yox. Tərəflərdən biri qeyri-müəyyəndirmi? Yox. Bu biri uyğun oldu. Bu da çıxdı. Avtobus kəndə çatdı. Biraz plusları təmizləyək. Çox qaraladıq. Avtobus kəndə çatdı. Çatdı nə avtobus? Qarşıladılar kim? Onlar. Yaxşı, deməli, 2 qrammatik əsası varmı? Var. Plus qoyuram. Tərəflərdən biri digərindən asılıdırmı? Yox. Tabes mürəkkəb cümlədir, yanlışdır. Tərəflərdən biri qeyri-müəyyən şəxslidirmi? Bu müəyyəndir. Bu isə qeyri-müəyyəndir. Bəli, onları bərpa eləmək olur, amma onlar yoxdur burada. Bərpa eləməməliyik. Ona görə də düzdür. Deməli, görürsünüz 2 plusumuz oldu. Cavab da tam olaraq Y variantıdır. Sonra 8-ci sual. Gözün vaxtda olsun, dərsimizə gecikməyək. Məqsəd zərfliyin işləndiyi nümunəni müəyyən edin. Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Çalışırdı kim? Ziya. Ziya nə məqsədə çalışır? Ziyanın məqsədi nədir çalışmaqda? Adamların rahat həyatını təmin etmək üçün. Səbəb zərfliyində də nə üçün sualı var? Məqsəd zərfliyində də nə üçün sualı var? Ona görə də mən məsləhət görmürəm siz sualı nə üçün olaraq yanaşasınız.
Nə məqsədə? Birinci nə məqsədə sualını ver. O sənə kömək eləyəcək. Və nə məqsədə sualını verir, nə məqsədə sualına cavab verir. Verirsə məqsəd sərfliyidir, vermirsə deməli səbəb sərfliyidir və yaxud da məsdər plus qoşma olanda adətən, yəni onsuz da məqsəd sərfliyi olur, elə də tapmaq olar. Tənəffüsdə icab A variantı məqsəd sərfliyin işləndiyi nümunə deyir. Tənəffüsdə istədiyimiz qədər zarafatlaşdıq, nə etdik? Zarafatlaşdıq. Nə qədər istədiyimiz qədər bu yox, bunu çıxdıq. Şor yeməkdən çöpə dönmüşəm. Nə səbəbə? Bu heç, bu da yox. Maya bacı nənəm bunun dəcəlliyini görüb acıqlandı. Deməli, nə səbəbə acıqlandı? Bunun dəcəlliyini görüb, bu da səbəb zərfliyidir. Bunu da atıram. Yollara baxmaqdan gözləri axdı. Nə etdi? Gözlərim axdı. Nə səbəbə? Yollara baxmaqdan, bu da səbəb zərfliyidir. Nə məqsədə demək olmur. Nə məqsədə gözlərim axdı? Gözlərimin axmağını məqsəd qoymuşam. Yəni yollara baxmağı məqsəd qoymuşam, düz gəlmir. Daha sonra 9-cu sual. Deyir ki, nümunənin düzgün sintaktik təhlil sxemini müəyyən edin. Xəlil çiynini maşına söykədi. Söykədi nə etdi? Kim? Xəlil. Başını bulayıb güldü. Güldü. Kim? Yenə Xəlil. Sadə cümlədə həmciz xəbərlər var. Necə, nə tərzdə güldü? Başını bulayıb, sonra nəyə söykədi? Maşına. Nəyi söykədi? Çiynini. Ayrı-ayrı tamamlıqlardır. Baxaq. Mübtəda, tamamlıq, tamamlıq. Bunlardan biridir xəbər. Zərfli xəbər, Y variantı. Vəssalam. Sonra 10. Maşın məkan deyil, uşaqlar. Məkan deyil deyə biz onu orada tamamlıq götürməliyik. Ümumiyyətlə, kitabdır, sonra kitabdır, maşındır, üzünə, gözünə, nə bilim, saçına, başına. Bunlar bu tipdə sözlər yada saxlayın ki, tamamlıq götürülür. Yaxşı, yalnız qrammatik normanın pozulduğunu, bu da qəşəng sualdır. Oxucular bu kitabın yeni nüsxəsini axtarır. Bax, axtarır xəbər, oxucular mübtəda. Mübtəda insan anlayışıdır, cəmdir. Xəbər də cəm olmalı idi. Ona görə qrammatik norma pozulub. Amma bizə deyir ki, yalnız qrammatik. Görək başqa, elə bu səhv yazılıb, bax. Nüsxə yazıb. Nüsxə yox, nüsxə olmalıdır. Burada fonetik də pozulub, qrammatik də pozulub, səhvdir. Siz bizim üçün çox qiymətlisiz. Səhv yazılıb, fonetik norma pozulub, amma qrammatik norma pozulmayıb. Şagirdlərdən üçü yaxınlıqdakı fonetik pozulub, şirkətə getmişdilər. Qrammatik də pozulub əslində. Şagirdlərdən üçü, əsas tərəfə baxırsan, larlər yoxdur, təkdir. Bəs niyə xəbəri cəmdir? Burada həm qrammatik, həm də fonetik pozulub. Amma bizə fonetik lazım deyil idi. Onun sayəsində düz yazıb, bir çox problem həll olunub. Bir sıradan sonra cəm isim gəlməli idi. Qrammatik norma pozulub, başqa nəsə pozulmayıbsa bunu götürə bilərik. Leksikə baxaq, onun sayəsində bir çox problem həll olunub. Pozulmayıb, D variantıdır. Mavi lenti müdir qalibin yaxasına qoydu. Yaxasına qoydu, yox, yaxasına taxdı. Elə leksik norma pozulub, avtomatik bunu çıxırıb. Bu da belə getdi. Daha sonra mətnlərə keçək. Uşaqlar, vaxt getməsin deyə mən mətni oxudum. Sizin videoya başlamamış. Amma bir dəqiqə yadımdan çıxdı. O qədər gün ərzində mətn işləyirik uşaqlarla. Gümüş kəmər. Yaxşı, deməli 11-ci sual. Deyir ki, cədvəldə əsasən mətn məzmununa aid doğru fikirləri seçin. Kəmərin qiyməti mismarla cızıldığına görə ucuz idi. Xeyr, sadəcə köhnə əşyaları ucuza alırdılar. Ona görə də bu yanlışdır, bunu çıxırıq. Uşağın kəmərə cızdığı ad muzeydəki hadisə zamanı əsl sübut idi. Bəli, o deyir mənim erməni orada da, o da adını cızıb orada. Amma uşaq deyir ki, deyir mənim də adım orada var və həqiqətən də göstərirlər. Göstərməsinə rəğmən orada deyirlər ki, siz nəysə səhv başa düşürsünüz, nəysə səhv eləyirsiniz. Boyunlarını alırlar. Ona görə də bu doğrudur, bunu götürdüm. Yanlışın altında yanlışı seçməliyəm. Kəmərin satıldığı illə ekskursiyanın baş tutduğu il fərqli idi. Bu düzdür. Çünki deyir ki, aradan illər keçdi. Ona oxşar bir cümlə olmalıdır. Hətta səsini qayıdıb baxarıq. Yəni illər, aylar keçirsə fərqli ildə idi. Ona görə də bu doğrudur. Amma niyə yanlışın altındadır? Bunu çıxırıq. Muzeydə yalnız kəmərlər nümayiş etdirilirdi. Bu yanlışdır. Çünki orada bir cümlə var idi. Deyir ki, uşaqlar, bu qarşılıqdan sonra hamı bunun başına tökülür filan. Deyir ki, biz bunu deyəndən sonra kəmər bölməsini, kəmərlərin nümayiş etdirildiyi bölməni bağladılar. Deməli, muzeydə kəmərlərin nümayiş etdirildiyi bölmə varsa, o bölməni bağlayıblarsa, deməli, başqa bölmələr də var da. Avtomatik bu yanlışdır. Ona görə də yanlışın altındadır, düzdür. Ehtimaldır, kəməri alan erməni muzey ilə əməkdaşlıq edirdi. Ehtimal eləyə bilərik, çünki o həmin an ora gəlmişdisə, biz ehtimal eləyə bilərik ki, yəqin ki, əməkdaşlıq eləyirmiş. Fakt da yoxdur, amma ona görə doğrudur. Hər iki ad kəmərin üzərinə eyni məqsəd yazılmışdı. Hə də, hər ikisi yazıb ki, yəni kəmər onlarındır, onlara məxsus olduğunu.
Daha doğrusu bir dəqiqə. Məqsədlə deyir. Yox, uşaq o məqsədlə yazmamışdı. Uşaq sadəcə elə belə cızmışdı. Bu yanlışdır ümumiyyətlə. Bu da ki öz adına oğurluq üçün eləyib. Erməni oğurluq üçün güya bu hazırlayıb. Uşaq ulu babası hazırlayıb, sadəcə elə belə cızmışdı. Bu yanlışdır ümumiyyətlə, ehtimalla deyil. Deməli cavab 2, 4, 5. 2, 4, 5 D variantıdır. Daha sonra 12-ci sualımız. Deyir ki, mətn tərkib hissələri bağlı yanlış fikir seçin. Giriş hissəsində mətndəki əsas problem haqqında məlumat əldə etmək mümkündür. Bax, gəl girişə qayıdaq. Mətndəki əsas problem nədir uşaqlar? Kəmərin ermənilər tərəfindən oğurlanması. Girişdə varmı belə bir şey? Girişdə yoxdur elə bir şey. Sadəcə bu yüngül problemdir. Valideynlər bunu cızıb deyə danlayıblar. Bu mətndəki əsas problem deyil. Ona görə bu heç. Ona görə bunu çıxırıq. Bizdən yox, bir dəqiqə, yanlışı soruşur. Yanlışı soruşursa götürürük. Tünd hərflərlə verilmiş cümlədəki hadisə mətndəki problemin səbəbinin açılmasına istiqamət verir. Biri götürmüş, yadda saxlayaq. Tünd qara hərflərlə verilmiş. Bir də baxdım ki, atamdan kəmər alan saqqallı erməni başımıza toplaşanların arasındadır. Düz deyir əslində uşaqlar, çünki bu həmin saqqallı erməni orada olmağı problemin aydınlaşdırmasına gətirib çıxarır ki, bu elə oğurluyubmuş deməli. Sən demə, oğurluyub öz adına keçirib də həmin bu erməniymiş də. Yəni təsadüfən muzeyə gəlməyib. Deməli bu satıb elə bura. Yəni qoyub muzeyə. Ona görə də problemin açılmasına uyğun gəlir bu. Bizdən yanlış soruşurdu. Deməli, beynim yandı. Yanlış, yuxarı aşağı gedəndə giriş hissəsindəki mətndəki əsas problem haqqında məlumat əldə etmək mümkündür. Bu yanlışdır. Bizə yanlış lazımdır. Götürürük. Bir olmayan variantları çıxırıq. Daha sonra tünd qəribə verilmiş cümlədəki hadisə mətndəki problemin səbəbinin açılmasına istiqamət verir. Bu doğrudur. 2 olanları götürmürük. 1, 4 və 1, 3, 5 qalır. Hadisələrin ardıcıllığını bərpa etmək üçün 3-cü abzasla 2-ci abzasın yeri dəyişdirilməlidir. Biz mətni oxuyanda heç bir problem hiss eləmədik. Ona görə də heç nəyi dəyişmirik. Hətta dəyişib baxa da bilərsiniz, səhv alınır. Ona görə də yanlışdır və biz götürməliyik. Nəticə hissəsində reallaşa bilməyən işin gələcəkdə reallaşacağına inam ifadə olunub. Doğrudur. Bundan işimiz yoxdur. Nəticə hissəsində mətn məzmununa uyğun olmayan cümlə işlənmişdir. Belə bir şey yoxdur. Ona görə də yanlışdır. 1, 3, 5 və cavab C variantıdır. Daha sonra növbəti sualımıza baxırıq. Mətn səslən cədvəldə uyğun gələn fikirlər. Səbəb. Uşaq ekskursiyaya gedir. Həmişə deyirəm ki, nəticəyə belə yanaşın. Bu suala belə yanaşın. Deyir, adı siyahıya salındı. Səbəb ekskursiyaya getdi. Yox, bu yerdəyişik olmalı idi. Adı siyahıya salındı deyə ekskursiyaya getdi. Bu səhvdir, bizdən düz lazımdır. Kəmər muzeydə tapıldı. Səbəb ekskursiyaya getmişdi deyə düzdür. Valideynlər çox əsəbləşdilər. Səbəb ekskursiyaya getməyinə görə yox, kəməri hələ ekskursiyadan əvvəl cızdığına görə idi. Bu da yanlışdır. Ailənin dolanışığı düzəldi, ekskursiyaya getdi deyə yanlışdır. Naqis əməlinin üstü açıldı, yəni pis əməlinin üstü açıldı, ekskursiyaya getdi deyə. Bəli, orada muzeydə gördü. 2-5 və 2-5-imiz hardadır? D variantındadır. Daha sonra 14. Mətndən belə nəticə çıxarmaq olmaz. Uşağın valideynlərinin kəmərin tarixi barədə məlumatlar var. Bəli, ulu babalarından qalmışdı. Doğrudur. Uşağın atası da nə vaxt həmin kəməri taxıb? Bəli, deyir ki, ailəmizdəki bütün uşaqlar uşaq vaxtı bu kəməri taxıb oynadıblar. Bu da doğrudur. Kəndin yerli cəmaatı öz tarixinə ayıq-sayıq yanaşırdı. Uşaqlar ayıq-sayıq yanaşsaydı, yəni belə nəticə çıxmır axı mətndən. Ayıq-sayıq yanaşsaydı bu ulu babalarının özü kəndin bütün cəmaatına aid eləyib. Ulu babalarının bu belə deyək də, kəmərinə sahib çıxardı ümumiyyətlə tarixi şeylərinə. Yəni onların heç ağlına gəlməyib, özü erməniyə satıb. Yəni başqa birinə satsaydı, heç olmasa erməniyə satdığına görə, başqa millətə satdığına görə biz buradan bu nəticəni çıxara bilməliyik axı, öz tarixinə ayıq-sayıq yanaşıb. Ona görə də elə bu yanlışdır. Uşağın iddiaları muzey heyətində böyük narahatlıq yaratmışdı. Bəli, deyir, hamısı qarşıladı üçün narahat oldu. Ailə kəməri muzeydən geri almaq üçün çalışmışdı. Bəli, bu da doğrudur. Çünki bilirsiniz niyə? Axırda yazıb, deyir ki, biz nə qədər günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik yazıb. Biz bilmədik. Amma yazıb ki, inanırıq ki, babalarımızın İran muzeyindəki qədim əşyalarını geri alacaq. Bax, belə bir cümlə var. Daha sonra 15. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğun olmayan idi. Üzərində rəqəm yazılmış sözlərə baxaq. Deməli, üzərində rəqəm yazılmış söz hanı? Kəmər bağlayıb. Kəməri belinə bağlayıb. Tamam, kəmər bağlamaq bu bir. Növbəti. Bir dəqiqə baxaq. Növbəti. Kəmərlər nümayiş etdirilən bölməni bağlayıblar. Yəni həmin bölməni bağlayıblar. Tamam, söhbətə tutduq. Başqa da yoxdur yəqin ki. Yoxdur, 2 dənədir. Tamam. İndi baxaq.
O bir mətnə getdik uşaqlar. Deməli, qapamaq, qıfıllamaq bir dənə yadımda saxlayım. Deməli, bir kəməri bağlamaq. İki nə idi? Bölməni bağlamaq. Qapamaq, qıfıllamaq, kilitləmək mənasındadır. Bu bölməni bağlamağa gedir. 2A, 2A, sonra 1-ə deyəcəm. Deməli, xəncər bağlamaq. Xəncəri də belə bağlayıblar uşaqlar, o vaxt bilirsiniz də. Kəməri də belə bağlayıblar. Ona görə də 1-ə B gedə bilər. 1-ə B. Dükanı bağlamaq, bölməni bağlamaq eyni şeydir. 2-yə C. Onları taleləri bir-birinə bağladı. Bu ümumiyyətlə məcazi mənadır. Bu ən başda çıxır. Bir dəqiqə, axıra qədər oxuyaq. Bəlkə deyir eyni mənada deyil. Eyni mənada yazıb, yox, səhvdir. Taxmaq mənasındadır. Kəməri taxmaq. 1-ə Y. 1-ə B, 2-yə AC. 7 deyəsən bu. Bu da C-dir və cavab C variantıdır. Bəli. 16. Deyir, şairələr qoymuş sözlərin mənalarını yazın. Şairələr qoymuş sözlərin mənalarına baxsaq. 2 dənədir. Ekskursiya, bələdçi. Ekskursiya uşaqlar. Bilirsiniz də, məktəbdən də sizi ekskursiyalar aparırlar, muzeylər aparırlar. Yəni ekskursiya nə deməkdir? Yəni maarifləndirmə məqsədi ilə aparılan, yəni təşkil olunan gəzinti. Maarifləndirmə məqsədi ilə təşkil edilmiş gəzinti. Hətta belə də yaza bilərsiniz. Məktəb və hər hansı bir müəssisə tərəfindən maarifləndirmək üçün aparılan, təşkil olunan, maarifləndirmək üçün təşkil olunan gəzinti. Bax, belə yaza bilərik. Sonra bir də bələdçi inad etdi. Bələdçi də yol göstərən, istiqamətləndirən və yaxud da səfərdə yol göstərən də yazmaq olar. Çünki burada səfərdə yol göstərən mənasında. Yox, səfərdə deyirdi. Ekskursiyada yol göstərən. Ümumiyyətlə, amma bələdçi yol göstərəndir. Ona görə də bu şəkildə yaza bilərik. İstiqamətləndirən, məlumat verən. Bax, belə bu şəkildə. Getdiyiniz yer barədə və yaxud da mövzu haqqında məlumat verən yazsaq daha qəşəng olar. Və yaxud da istiqamətləndirən. Daha sonra altından xətt çəkilmiş cümlənin mətni. Uşaqlar, bu sualı, bax, düz bu sualı bu il gözləyirəm yenə də. Hər il düşünürəm, bu ilə gözləyirəm mən. Altından xətt çəkilmiş cümlənin mətnin üslubunu səhəcəyə xüsusiyyətlərini zənginləşdirərək yazın. Mətnin üslubu bədii üslubda deyil, heç nə. Məcazi artırırsan. Bir də bax, altından xətt çəkilmiş. Bələdçi inad etdi. Nə gözəl. İnad etmək çox qəşəng frazoloji birləşmələri əvəz etmək olar. İnad etdinin hamısını topluda keçmişik də. Nə deməkdir? Toplunun frazoloji birləşmələri bölməsini açsaz, inad etməyin nə qədər versiyaların olduğunu görəcəksiniz frazoloji cəhətdən. Mütləq məcazi olmalıdır. Əgər burada məcazi artırmasanız, cavabınız səhvdir. Bir də uşaqlar, unutmadan bir şey deyim. Mənim sizə məsləhətim, indi bura qulaq asdınız, düzdürmü? Amma abituriyent jurnalını açırsınız həmin bu PDF-i. Bu PDF-in axırında olar yəqin ki, meyarları. Yəni, onsuz da olur da, hər il olur. Sadəcə PDF-də varmı bilmirəm. PDF-də yoxdursa da kitabdan özünü də ala bilərsiniz ya da tanışlarınızdan şəklini çəkə bilərsiniz. Mən nə maraqlıdır, yəni nə demək istəyirəm. Mütləq bu izahdan sonra gedib bir özünüz də təzədən işləyib, meyarlara baxmanızı tövsiyə edirəm. Çünki hər il abituriyent jurnallarında bu sınağı verəndən sonra axırında izahda verir və hər hansı bir şagird nümunəsi də verir orada yazı. Deyir ki, şagird belə yazsa yarı baldır, belə yazsa tam baldır. Onlara da diqqətlə baxın. O da çox qəşəng işinizə yarayacaq. Həqiqətən mütləq baxmaq lazımdır. Daha sonra bələdçi inad etdi. Bələdçi 2 ayağını bir başmağa dirədi. Bələdçi inadkarcasına sözündən dönmədi. İnadkarcasına məcazi deyil, elə belə dedim. Sözündən dönmədi məcazidir. Bələdçi sözündən dönmədi və yaxud da bələdçi fikrindən əl çəkmədi. Bələdçi fikrindən daşınmadı. Bax, bu tipdə məcazi mənada hər hansı bir frazoloji yazmısınızsa, cavabınız doğru olmuş olur. Bu da belə getdi. Daha sonra hikmətli məsəli mətnin hansı tərkib hissəsinə məzmun uyğun olduğunu qeyd edin və fikrinizi əsaslandırın. Doğruluq, diqqətli oxumaq lazımdır. Doğruluq baş üstündə tutulmayınca oğru tutulmaz. Deməli, doğruluq baş üstündə tutulmayınca, bunlar sahib çıxmamışdı da, düzdür. Və nə qədər eləyirlərsə, axırda deyirdi, bayaq oxuduğum yer var idi ki, qaytara bilmədik. Bax, düz o hissəyə aiddir, o da ən axır idi də deyəsən. Bax, ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik. İnanıram ki, nail olacaq. Deməli, bura aiddir. Yazırıq nəticə. Uşaqlar, bir də bir şey də deyim. Yox, buradır. Bəzən şagird bura yazır.
7-ci abzas, neçənci abzasdırsa, məsələn, 6-cı, 7-ci abzasdırsa, məsələn, yazır 7-ci abzas ya da 6-cı abzas. Abzas soruşub səndən, bax gör. Deyir ki, tərkib hissə. Deməli, doğruluq başlığında tutulmayınca or tutulmaz. Tərkib hissə deyir. Baxın, abzas demir, tərkib hissə deyir. Ona görə də nəticə hissəsi yazırıq və əsaslandırmanı necə eləyirik? Əsaslandırma da eləyirsən ki, çünki nəticə hissədə, hətta qayda, deməli, baxın, yazırsan ki, çünki nəticə hissədə biz görürük ki, orada vurulanıb ki, ədalətli bərpa etməyə çalışsalar da, yəni kəməri geri almağa çalışsalar da, amma buna nail ola bilmirlər və deməli, həqiqətən də, axırında bax, bununla yekunlaşdırırsan ki, deməli, həqiqətən də doğruluq başlığında tutulmayınca or tutulmaz. Bunu yazmasan da olar, bu arada, bunu keçmək məcburiyyətində deyil. Sadəcə nəticə hissəsini əsaslandırırsan ki, nəticə hissəsində vurğulanır, nəticə hissəsində görürük ki, orada onlar nə qədər çalışsalar da, ədalətli bərpa etməyə çalışsalar da, kəməri muzeydən geri ala bilmirlər. Daha sonra 19. Əvvəlində rəf rəqəmi yazılmış hansı cümlədə məzmuna uyğun olmayan ifadə işlədilmişdir. Həmin ifadəni uyğun nümunə ilə əvəz edərək cümləni yenidən yazın. Uşaqlar, mətni oxuyanda hiss elədik, heç ərəb rəqəminə baxmağa belə ehtiyac yoxdur. Mətni oxuyanda harda nə hiss elədiniz? Bir dənə baxın. Baxın burada 3 rəqəm yazılmış yerdə. Fikir verin. Yazıb ki, bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Atası tapşırıq almamışdı. Atası sadəcə olaraq deməli, məlumat vermişdi. Məlumat verməmişdi. Sayıcılar fikrimi yayınır uşaqlar. Videonu dayandırıb gələcəm bir dəqiqə. Bir dənə onu deyim. Bir gün kəmərlə bağlı aldığı tapşırıq. Aldığı tapşırıq yox, verdiyi söz. Bunu bu şəkildə tamamlamalıyız. Çünki atası uşağına söz vermişdi ki, yaxşı pulumuz olanda alarıq da. Ona görə də aldığı tapşırıq yox, atası heç kimdən tapşırıq almamışdı. Atası verdiyi söz. Deməli, bir gün kəmərlə bağlı atamın verdiyi sözü xatırlatdım. Bax belə. Daha sonra deməli, bir dəqiqə, 19-u oxudum. Düzgün yazılmış variantında dedik. Plan bəndi. Eksponata çevrilən gümüş kəmər. Uşaqlar, eksponata çevrilən muzeydə eksponata çevrilmişdir də. Yəni, eksponat bu arada muzeydə sərgidə nümayiş etdirilən əşya deməkdir. Bu əsas hissədə idi. Yazırıq əsas. Nəticə hissəsinə aid planla deyirsən ki, ədalətin bərpa edilməməsi ya da kəmərin muzeydən geri alına bilməməsi və s. bu şəkildə yaza bilərsiniz. Daha sonra cəld bir şəkildə keçirik deməli 21-ci suala. 21-ci sualda dəyişməkdən səslən cədvəldə uyğun fikirlər müəyyən edin. Doğrudur. Piranalar əsasən həyatları üçün təhlükəli vəziyyət yarandıqda aqressiv davranırlar. Bəli, düz bu cümlə var, doğrudur. Piranalar yaşadıkları okeanlarda ekoloji tarazlığı qoruyurlar. Okeanda yox, uşaqlar, çaylarda yaşadığı yeri məlumatların arasında görə bilərsiniz. Ona görə yanlışdır. Uzunluqları 20-30 cm olan piranalar daha çox tədqiq edilib. 20-30 yox, 40 olan piranalar daha çox tədqiq edilmişdi. Tədqiq edilən 40 sm olanlar idi. Yanlışdır, amma yanlışın altındadır. Ona görə doğrudur. Sürü şəklində üzmələri onlara ov zamanı kömək olur. Bu doğru fikirdir. Düz bu cümlə var idi, amma niyə yanlışın altındadır? Ona görə bunu çıxırıq. Və cavabımız olur 1, 3, yəni A variantı. Bu da belə. Deməli, mətndə çərçivədə verilmiş sözün kontekstə görə mənası. Çərçivədə verilmiş söz tarazlıq, amma cümlədə oxumalısınız. İmtahanda da uşaqlar mütləq həmin hissəni cümlədə oxumalısınız. Deyir ki, bu balıqlar ekosistem içində mühüm əhəmiyyət daşıyır. Ekoloji tarazlığın qorunmasında əvəzsizdir. Yəni canlıların bir-birindən ekoloji bilirsiniz də, ekosistemdir, ekolojidir. Yəni canlıların bir-birinin sayəsində həyatda qalması. İndi buna baxsaq, bunu seçsək, kontekstə görə mənası deməli, ətraf mühitin orqanizmə təsir gücünə malik istənilən xüsusiyyəti yox. Bu səhvdir. Kənar təsirlərə baxmayaraq fiziki müvazinətini saxlaya bilmək bacarır. Bu normal tarazlıqdır. Məsələn, desəm ki, tərəzinin tarazlığını pozuldu. Onda bu mənada olardı, amma mətndəki mənasına uyğun deyil. Müqayisə olunan iki müxtəlif predmetin eyni ağırlıqda olması bu da yox. Bu da dediyim tərəzi söhbətinə aiddir. Ətraf mühitin öz keyfiyyətləri, bax ekoloji, ətraf mühitin öz keyfiyyətlərini bərpa etmək bacarıqları nəticəsində nisbi sabitliyi. Bax, ekoloji tarazlıq tam da budur. Yəni siz tarazlığı təkə çəkib deyə bilməzsiniz, kontekstə baxmalısınız. Müstəvi üzərində təqdim olunan cismin üfüqi cəhətdən düzlüyü əlbəttə ki, yanlışdır. Daha sonra bəndlərin ardıcılığı, deməli, piranaların ekosistemdə rolu, yırtıcı canavar obrazında təqdim olunan balıqlar, piranaların ov davranışı, coğrafi yayılma. Coğrafi yayılma Amazonda filan demişdi, ən birinci idi. Sonra yırtıcı canavar 2 gəlirdi. Sonra Amerikalı bioloq H hərfinə başlayan adamın adı idi. Sonra 5 gəlirdi.
Sonra da piranhaların ov davranışı ekosistemdə rolu. Birinci ov davranışı idi, sonra ekosistemdə rolu idi və 3-1 olmuş olur. Deməli, cavab Y variantı idi. Hətta bir dənə dəqiqləşdirə də bilərik bu ov davranışından. Ekosistemdə rolu budur, ov davranışı budur, bəli. Doğrudur. Daha sonra, hansı fayda nöqtələrin yeni əlavə edilsə mətn məzmununa xələl gələr? Baxaq. Deməli, nöqtələr hardadır? Deyir ki, buna baxmayaraq ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi nə olur? Halbuki onların təbiətə zərəri yoxdur da, yəni. Deməli, burada tam tərsini yazıbsa, burada qorxu hissi hələ də qalıb deməkdir. Sonraki cümlə ilə əlaqələndirməlisiniz uşaqlar. Deməli, hələ də qalmaqdadır, düzdür. Bizə deyir ki, xələl gələr. Bu düzdür. Günümüzdə də rast gəlinəndə, bəli, hələ də qorxu hissi var. İndiyə qədər mövcud olar, bu gün də davam edir olar. Öz qüvvəsini itirsə, sonra halbuki ilə cümlə başlamaz ki, halbuki təbiətə zərər yoxdur, cavab Y variantıdır. Daha sonra cədvəldəki uyğunsuzluq, yenə nə etməliyik? Dairə eləməliyik. Deyir, piranhalar ölmüş canlılarla qidalanır. Nəticədə tullantılardan təmizləyir. Doğrudur. Suyun səviyyəsi azalır, qida qıtlığı yaranır. Nəticədə aqressivlik nümayiş. Düz bu cümlədə var, doğrudur. Kütləvi informasiya vasitələri, deməli, onları təhlükəli varlıq kimi təqdim edir. İnsanlarda yanlış təsəvvür yaranır, doğrudur. Piranha balıqları üzərində müşahidələr aparılır. Onların yalnız aqressivləşdiyi zaman zəif canlılarda yox. Uşaqlar, bu səhvdir. Deyir, onların yalnız aqressivləşdiyi zaman zəif canlılarla qidalana bildiyi aşkarlanır. Yox. Normal qidalanmaları zəif canlılar ölülərləndir, ölü heyvanlardandır və zəif canlılardan. Bu yanlışdır. Cavab D variantıdır. Bu balıqlar dəstə halında üzür və nəticədə düz bu cümlə axırda var idi. Bu da doğrudur. 26. Tünd qəribə əlveymiş cümlədə düzgün işlədilməyən sözlər müəyyən edib uyğun nümunələrlə əvəz edin. Deməli, baxaq. Tünd qara hərf hardadır? Bir dəqiqə. Maraqlıdır ki, bu dişlər mütəşəkkil yazmaq istəyib yəqin ki. Mütəşəkkil olaraq tökülür. Uşaqlar, mütəşəkkil olaraq yox, daimi olaraq tökülür. Yəni, sən bura müntəzəm yazmalıydın. Müntəzəm eləməliydin bunu, daimi, lüğətində də var bu. Bir də yerinə yeni dişlər, diş yetişməz, diş çıxar. Bir də çıxar eləməliydin bunu, çıxır. Bu da belə getdi. Daha sonra... bunu dedik. Sonra əsas mətnin çərçivədəki mətnə aid olsun bu xüsusiyyətlər. Uşaqlar, həmişə bunu diqqətli oxuyun. Üslubu soruşub. Bunu bir dənə dairə elə, bir də məzmun soruşar da. Üslubu soruşub. Əsas mətn hansı üslubdaydı? Publistik üslubdaydı, düzdür. Yazma, elə belə yazdım yəni hələ. Sonra bu mətnimizə baxaq. Qəlsəmə deyir. Sonra terminlər işlədib. Deməli, bu elmi üslubdur. Dəqiq əmin ol, çərçivədəki mətnə yaz, səhv yerə yazma. Heç nə, publistik üslubu bura yazmırsınız deyə xüsusiyyət yazmalıyıq, səhv başa düşməyin. Bura publistik yazsa səhvdir. Mən ağlımızda olsun deyə yazdım. Publistikə yazırsan ki, kütləvi anlaşılan da yazmayacağam. Mən xalq danışıq dilinə yaxın, sözün informativ funksiyasından geniş istifadə, aydın, anlaşıqlı, başa düşülən, təsirli və s. mətbuat dilinə uyğundur, qəzet dilidir və s. və ilaxır ya da müxtəlif mövqe və maraqlara iştirak etdirir. Elmi üsluba çərçivədəkinə yazırsan konkretlik, dəqiqlik, ardıcıllıq, daha sonra termin sıxlığı və s. yazmaq olar. Ortaq da nə yaza bilərik? Ən təhlükəsiz cavablar ədəbi dili təşkil edir, funksiyanal üslublara aiddir. Ən gözəl bunlar da əlavə olaraq da yaza bilərsiniz. Ədəbi dilin normalarına tabi olurlar, olmalıdırlar. Daha sonra, yəni ağlınıza başqa belə necəsə yaza bilərsiniz, amma çalışın əmin olduqlarınızı yazın. Vaxt qıtdı deyə əsas cavabı dedim, növbəti keçək. Deməli, ekosistemdəki pozuntular təbiətin özünü təmizləmə prinsipi ilə yenidən təbii nizama yönəlir. Uşaqlar, özünü təmizləmə. Yadınızdadırmı təbiətin özünü təmizləməsi nədir? Piranhalar nə ilə əlaqələndirməlisiniz? Qısaca deyəcəm. Piranhaların ölü heyvanları, zəif qalıqları parçalayaraq yeməsi və suyu tullantılardan təmizləməsi. Bax, o hissəsindən əlaqələndirməlisiniz, amma cümlə şəklində, mən indi plan şəklində dedim, siz cümlə şəklində həmin hissələrdə yazırsınız ki, biz mətndə görürük ki, piranhalar dənizdə, daha doğrusu çaydakı, çaylardakı, diqqətli olun olar yazında, çaylardakı, deməli, ölü heyvanları parçalayaraq yeməsi və beləliklə də su hövzələrini təmizləməsinə gətirib çıxarır və s. Bax, bu şəkildə yazmaq doğrudur. Və 29 çatdıracaq uşaqlar, söz vermişəm sizə. Mətndə altına xətt çəkilmiş sözlərin üslubu funksiyası. Funksiya deyir, şagird çaşır, yazır həqiqi məna, məcazi məna. Həqiqi, məcazi yox, xahiş eləyirəm. Sözün funksiyası ya poetikdir, ya informativdir, ya da terminolojidir. Bir dəqiqə, deməli, altına xətt çəkilmiş.
Altından xətt çəkilmiş, altından xətt çəkilmiş tez baxırıq. Deməli, onların iti tutacaq son 5 dəqiqəmiz qalıb. Onların iti tutacaq formalı dişləri sümük və əti asanlıqla parçalamağa. Əti həqiqətən parçalayır da bu. Balıq parçalayır. Deməli, bu informativ funksiyadır. Başqa hardadır? Bir də zəif və yaralı. Həqiqətən yaralı heyvanı cümlədə oxumaq lazımdır uşaqlar. Deməli, həqiqətən yaralıdır. Uşaqlar, ikisinə də yazırıq ki, deməli, informativ funksiya. Başqa funksiyada necə işlədə bilərik? Onlar termin olmur deyə biz onu ancaq poetik funksiyada yaza bilərik. Yazırsan poetik funksiyada, məsələn, o qəlbdən yaralıdır, nə bilim, könlünü yaraladı və s. Amma orada fikir verərsiniz, yaralı sözünün hansı hissəsi kimi işlətmişdi? Mən qayıtmağa vaxtım yoxdur. Həmin nitq hissəsi kimi işlədərsiniz mütləq. Daha sonra bir də parçalamaq sözü idi. Məsələn, onun belə deməyi, onun ağlamağı bizim ürəyimizi parçaladı. Məsələn, belə bir şey demək olar. Və sonuncu sualımız, cədvəli tamamlayan fikirlər. Müddəa. Piranaların ekosistemdə böyük rolu var. Ekosistem nədir? Bayaq da dedim. Toplumun dəfələrlə bu mətnlərdə istifadə olunan sözdür. Ekosistem təbiətdəki canlıların bir-biri sayəsində zəncirvari əlaqələməsi sayəsində həyatda qalmasıdır. İndi ekosistemdə piranaların böyük rolu var. Rolu nədir? Faktlar yazırsan. 1. Elə özünü təmizləmə, su hövzələrini təmizləyir, nə bilim, ölü balıqları, canlıları yeyir, sanitar vəziyyət yaradırlar. Bax, piranaların rolundan nə yazsan, cavabın doğrudur. Uşaqlar, hər birinizə uğurlar arzu edirəm. Çatdırdım sizə söz verdiyim kimi. Hər birinizə uğurlar, bol şans. İnşallah nəticələrinizi yazarsınız, hər birinizə inanıram. Bu taktikalar çox böyük köməyinizə çatacaq. Əminəm ki, çünki qrammatikanın üstündə çox qəşəng qaldıq. Mətn taktikalarından da nələrə fikir verməliyik, çox qəşəng danışdıq. Hər birinizə inanıram, güvənirəm. Bu taktikalardan sonra bunu bir daha işləməyiniz, meyarlarla müqayisə etməyiniz tövsiyə olunur. Özünüzə yaxşı baxın, görüşərik.